Danış. O yazıq kartoşka satanı niyə öldürmüsən? Mənə Neşka jarinli kartoşka pişirmək üçün mənə bazara göndərmişdi. Qardaş, sizdə Rivya kartoşkası var. Qadan alım, bizdə elə kartoşka martoşka zat tapa bilməzsən. Mən kukuruz satıram. Kartoşkanı get Sabunçu bazarından soruş. O işim, mən də az getdim, düz getdim, Dərətəpə 100 getdim, gəldim çıxdım Sabunçu bazarına. Kaksvikdə oranı yenə də su basmışdı. Qardaş, mənə dedilər süs tərəflərdə Rivya kartoşkasının polunu tapa bilərəm. Sən Rivya kartoşkan var? Mam oğlu, məndə ancaq Gədəbəy kartoşkası var. Hadi mənə Rivya kartoşkası lazımdır. Hoy, ondan burada taparsan. Gələk dırmaşasan Himalay dağlarına. Xülasə mən dırmaşdım Himalay dağına. Oradakı qardaş kartoşkanı satırdı. Mənə dedi ki, "Yo, mən ancaq kartdan işləyirəm, keş yoxdur." Mən də bankdan kart çıxartdım, təzədən dırmaşdım dağı. Gəldim gördüm ay qaqaşı yeyib. Orada dayanan bacısı oğluna baş sağlığı verdim. Dedim ki, "Davay kart tu kart eləyək, alıram kartoşkanı." Dedi, "Yox, mən ancaq nəqdən işləyirəm." Mən də onu yedim. Hara gedirsən belə? Allah yer rədd ol məndən uzaq elə. Niyə düşmüsən bura? Adam yemişəm. Sən nöş düşmüsən? Mən fağır bir çoban idim. İşverən bir dənə dozan qurtunun zibilinə düşdüm. Gəldi mənə göz qaş elədi, dost axtarıram zat. Mən də biraz dilxoşluq elədim, içdim. Bir də gördüm içəridəyim. O Rujika nə olub ala? Onun adı Ruslandı. Rus knyazının əsgəri idi. Şahın qızından mıxını çəkmədi, götürüb basdılar qazamata. Üstünə yetmə, qoruzdadı. Salam qonşu, necəsən? Təzə gəlmisən görürəm. Əlimdə mənim qəşəng saz var. İstəmirsən? Yox, bu kimdir ala? Cik-cik xan qadın alverindən tutulub. Dıngıl-dıngıl deyə gəzirdi 2 aydır. Vəkilin dispanseri köçürmək üçün məhkəmələrdədir. Mən zibilə düşmüşəm. Ala çoban, qalx. Planım var. Salyan pivəsi içəcəyik. Yox. Onda xəngər. Gic, mənə qulaq as. Əlimdə mənim qaçış planı var. А что это такое? Мы не знаем, что это такое. Если бы мы знали, что это такое, мы не знаем, что это такое. Deməli belə Ruji, sən tualetə getmək üçün dejurnunu çağıracaqsan. Çoban, sən də o dəmir barmaqlıqlardan bayıra baxacaqsan. Adə Ruji, dejurnu sənə tualetə aparanda mən burada səs salacağam. Bu nədir? Cik-cikin sazıdır. Mən burada səs salan kimi dejurnu səni orada buraxıb mənə baxmağa gələcək. Sən də qaçırsan Rubilnikə, işıqları söndürürsən. Açdı ağzını, çıxdı ortaya. Eller yukarı, yerinde dayan. Ay belim qopdu, belə ustam olur adamın anasına söyərlər anasına. Şah sağ olsun. Deməli hardasa bir ay əvvəl içəri böyük adlı div gətirmişdilər. Div burada öz bandasını quraraq plan hazırlamış və məqsədinə nail olmaq üçün əlindən gələni etmişdir. Geridə iz buraxmamaq üçün həbsxananı yandırmaq qərarına gəlmişdilər. Hadisədən ölən və yaralananlar var. Tofi, aynes. Bu nətər məruza keçməkdə? Üzr istəyirəm, Şah. Ustalar buradan ora, oradan bura nə daşır belə bir saatdır mənə çatmadı. Daş Şah sağ olsun. İçəridə köhnə daşları çıxardıb yenilərini qoyurlar. Sən mənə elə bil 3 nəfər dedin. O bir 2 nəfər kimdir? Biri sizin ögey qızınız Rütüminanı narahat edən Ruslan adlı şəxs, digəri isə ictimai əsayişi pozan çobandır. Kim? Ruslan? Vay içinə. Qaqam apokalipsisdəki gədələr kimi nətər vurdu? Apokalipsis nədir ala? Ayda, bu nədir? Ət. Donuz vurmusan ki sən? Yox, bunu yemərik. Haram deyə bu. Donuz deyil ki bu, kabandır. Yox. O çoban bu köpək oğlunun balasına bax necə yeyir. Очень вкусно. Вы хотите? Bun apatita qadın olur. Kim var ha orada? Çıx ortaya. Sən kimsən ala? Qoğal. Qoğal, mən səni yeyəcəm. Siz məni yeməyin. Mən sizə mahnı oxuyaram. Eyyubdan oxu. Onu bilmirəm. Oxu görək. Umdum qoğal olmuşam. Süd ilə yoğrulmuşam. Babadan da qaçmışam, nənədən də qaçmışam, dovşandan da qaçmışam, canavardan da qaçmışam, aydan da qaçmışam, qaydan da qaçmışam. Sizdən nə var qaçmağa? Ay, sən canı bağışlayın, zarafat eləyirdim. Qələt elədim, Eyyub oxuyuram. Göy Xəzərin beşisən, abşer olub.
Uşaq sağ olsun. Bir nəfər sizi istəyir. Dedim işi var. Çağırım gəlsin. Çağır. Oldu müəllim. Salam dayday, nə var nə yox? Məlik Məmməd. Bacıoğlu, deməli bilirsən də biz burada təzəyiz türmə tikdik. İndi həmin o türmədən 3 nəfər qaçıb türməni də yandırıblar. Səni də elə çağırmaqda məqsədim budur. Bilirsən nətərdir? Aralarından biri elə bil ki divdir. Sən də axı divləri öldürmək üzrə mütəxəssissən. Bax, bu da şəkilləridir. Bunların başını gətir, mən də səni Lücmila ilə evləndirim. Baş üstə Çernomor dayday. Sən istə, mən eləyim. Böyük ağa, belə yaşamaq olmaz. Hey çoban, zibilə salmaq istəyirsən bizi? Ay gic, onu demirəm. Bir aydır meşədə yaşayırıq. Gedək bir maklerin yanına, özümüzə bir ev tutaq. Montin tərəfdə mən sizə ev zad verməmişəm atam. Səhv düşmüsüz. Nə oğru, nə aş. Ələsgər müəllim Montin. Ələsgər müəllim, mən indi həcc ziyarətindəyəm. Həcc. Mən hardasa sabah patoloku birisi gün Bakıdayam. Gəlim hələ danışarıq. Oldu Ələsgər müəllim. Sağ olun. Salam deyərsiniz siz də, sağ olun. Gözəl həyat ev alqı-satqısı xidmətinə xoş gəlmisiniz. Sizinlə mən Tülkü. Buyurun, sizə nə lazım idi? Ev. Mənim əlimdə çox gözəl bir ev var. Şəhərə çox yaxın, sahil mənzərəli və avtobus da keçir. Baba, gördünüz avtobus keçdi. Gördü. Prosta bizim avtobusa verəcək qədər pulumuz yoxdur axı, Makler. Onu bunu bir qırağa qoy. Burada ev yoxdur axı. Ev. Nə olub bəy? Soldu güldü boyandı, hər tərəf qan boyandı. Mənə görə neçə insan yanar odda qalandı. Mən divəm gülmərəm, qanım heç zaman donmaz. Mənim kimi vəhşini heç sevmək olmaz. Mən divəm pis üzüm, qanım heç zaman donmaz. Mənim kimi vəhşini qəti sevmək olmaz. Yarım sevmək olmaz. Dağlarda qar sevərlər, ağacda bar sevərlər. Özünə çox güvənmə, üstünə yar sevərlər. Mən divəm pis üzüm, qanım heç zaman donmaz. Bət birini belə sevmək olmaz. Yarım sevmək olmaz. Bura haradır? Mən ara düşmüşəm. Ay bala, nə qarnını cırırsan? Problemli keçidlər şöbəsidir bura. Mən borc zad götürməmişəm. Problemli kreditlər yox. Keçidlər. Ölmüsən. Necəyəm, evdə yatırdım axı, nə vaxt öldürdülər məni? Gecə səni və yoldaşlarını evin içində diri-diri yandırıblar. İndi də digər tərəfə keçməkdə bizə problem yaradırsan. Kim öldürüb məni? Şah Aravazın oğlu, böyük sərkərdə Məlik Məmməd. Məlik Məmməd? Danış. Niyə o tərəfə keçmək istəmirsən? Biz divlərin qədim bir adası var idi. Sadəcə adamızda kök salan bir alma ağacı var idi. Zümrüd alması bar verərdi. Zümrüd almasını insanların yeməsinə icazə verməzdik. Çünki bu alma insanları 15 yaşına geri qaytarırdı. Divlər isə bu almadan təsirlənmirdi. Dünyanın axarını qorumaq üçün biz də bu almaları qoruyurduq. Şah Aravaz oğlu Məlik Məmmədə bu almaları oğurlamağa tapşırmışdı. Bu adadan çıxıb şəhərə oxumağa getdiyim vaxtlar idi. Universitetə girmişdim. Bütün ailə sevincli idi. Mənimlə qürur duyurdular. Böyük qardaşlarım mənimlə fəxr edirdi. Hələ anam aş bişirmişdi. Atam universitetə girəndə mənə at alacağını söz vermişdi və sözünü tutmuşdu. Semestrin axırı şəhərə qayıdanda ətraf sükut içində qaranlıq və dumanlı idi. Şah Aravazın oğlu Məlik Məmməd adadakı bütün divləri qətlə yetirmişdi. Qardaşlarım, atam, anam. O fəlakətdən sadəcə 3 div xilas olmuşdu. Mən, nənəm və bibim oğlu. O hadisədən sonra padşah cavanlaşdı. Məlik Məmməd yüksək vəzifəyə gəldi. Mən isə... Məncə sizə vaxt verə bilərik. Böyük ağa,
Hələlik. Hamınız birbaşa atlara. Ay Şüngülüm, özünü adam balası kimi apar. Yeməyini ye Şəngülüm. ama Şengül'üm ben dedi. Bərəkallah. Ay bala, imkan verin bir qismət çörəyimi tıxım da. Ataları bir şey de də. Yemeğinizi yiyin valla. Sen bizim atamız değilsen. Mama bu narası bizim atamız diye getirip sokmusan eve. Rüba, ben bu evin kişisi değilim. Oy benim canavarım. Elbette kişisi sen. Onca yemeğimizi yiyin. Ret onu tavasa. Ada hemen ada. Gelme sen gelme beyecek. Bomba beydendir. Ay seni. Bərəkallah. Bu məngülüm o kompüterə görə maygülüm olacaq. Bu evde beni hiç kim sevmir. Hiç kim bana hürmet koymur. Ben cenab tatı vurdurmağa. Sen galet eləyirsən. Ay yeni get de at olup başımıza trapta köpeği oldu. Bu uşaq çox qudura baxır vaxtlar. Mən başımı götürüb hara gedim bunların əlindən? Çoban? Rübabə? Bu kimdir arvad? Xəstənin vəziyyəti ağırdır, ölür. Yaxınları sizsiz? Kamil, możesz tu pomaga. Kamil, możesz tu pomaga. Rüba, mən izah edəcəksən bunlar kimdir? Biri Ruslu, biri Azərbaycanlı. Bu vahşi divdir. Anekdotdayıq biz. Bu çoban səni hardan tanıyır? Rübabə mənim qrup yoldaşımdır, Yezmə. Tibdə bu tipoyla bir yerdə oxumuşuq. Mən tibb oxumamışam ki, baytarlı oxumuşam. Çoban, sən insansan. Sənin baytarlığın mənim üçün tip sayılır. Özü də səni ikinci kursun başında vızıldatdılar universitetdən. Oxuyub eləməmsən sən. Nəysə. Xəstəyə narkoz verməliyik. Təcili. Narkoz? Yox, olmaz. Günah deyə narkoz. Haramdır. Ala çoban, bu dəqiqə durub bu şvabranı sistem qarışıq sənin təpəvə keçirdəcəyəm. Böyük yağa danışdı. Medsestra, təcili zəfəran lazımdır. Zəfəran? O nədir elə? Простите, Dana, просто мне стало интересно. Çoban, bu любопытный Varvarov'u da götür. Basın bayra. Ruslan, bas bayrağı. Ay, adamın sin kimi dostu olacağına, burnundaydı noydu, qabırğasında çatı, böreğində daşı, varikaseli, babasili olsun. Böyük yağa, qardaşım, yaşayırsan, tut kimsən? Uşaqlar, biraz da sıxsoz şalğam olacağım. Orada nə yazılıb? Yanıq? Mama kömeğiyle bu tıpoyemi beni kesecek. Çoban, bırak balamı. Xəstə sənsən. Çoban, bu dəqiqə uşağı bırax, yoxsa bunu sənə. Ala çoban, bırax gələn uşağı. Gica. Rübabə, bağışla sən Allah. Qızındır, Allah saxlasın. Mən də demişdim, böyük yağının çıxmağını qurban kəsim. Nəysə. Bu nədir belə? Çoban keçini məndən qoruyacağını mən çobandan qoruyuram. Hansı dünyadayıq biz? İndi rədd olun, gedin buradan. Bir də gəlməyin. Kalaskanı da poçtla göndərərsiz abratını. Uşaqlar, bundan sonra yollarımız ayrılır. Orada süd öldürə bilərdilər. O alsaqsa mən axtar. Нет, вы ошибаетесь. Они хотят убить меня. За всем этим стоит Черномор. İkiniz də səhv edirsiniz. Əslində məni öldürmək istəyirlər. Bilirsiniz, elə şeylər var ki, demək olmur, liçni şeylərdir. Mənim də özümə görə qaranlıq keçmişim var. Çoban qardaşımsan, bəsdir də. Hər şey üçün çox sağ ol uşaqlar. Gəlsən, ləpələr durar dənizdə, yaşaram səni mən hər istə. Ölüm mənə uzaq gələr, ulduzları səma ələr. Gəlsən. Ola nə də elə, kimsə çayda batır. Əlini mənə bəstənəcək. Sən dur. Tozu dumana kattı, tozu dumana